Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Şəhərin ən premium hissəsindən, Gənclik metrosu yaxınlığından, Koroğlu Parkının yanından salamlayırıq sizi. Bu ərazinin ən premium binası olan Qorqud Rezidensidə 80 kvadrat ölçülü 2 otağa düzəlmiş, tam əşyalı və texnikalı bir mənzil təqdim edəcəm sizə. Mənzilimiz bu premium binanın 6-cı mərtəbəsində yerləşir. Sənədi çıxarışlı, yəni kupça 80 kvadrat ölçüdədir və 6-cı mərtəbədə yerləşir, bir daha vurğuluram. Döşəmə xol boyu qranitli döşəmədir və mətbəx boyu. Otaqlarda isə əla növ Türkiyə istehsalı laminatdan istifadə edilib. Giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə sağ istiqamətdə tam boy gömmə bir qardirob mebeli yığılıb. MDF panellərdən və giriş qapısından solda isə belə bir dresuar, aypara bir gizli işıqlı güzgü və puf ikinəcən nəzərə alınıb yerləşdirilmiş vəziyyətdədir. Burada mənzilin sanuzeli yerləşir, daha sonra yataq otağı yerləşir. Burada isə mənzilin qonaq otağı və mətbəxi yerləşir. 2 otağa düzəlmə məhz belə əldə edilib gördüyünüz kimi. Kifayət qədər geniş otaqlardır, həm qonaq otağı və mətbəx, həm də əlavə olaraq bir yay mətbəxi də var. Orada da texnika yerləşimi var. Göstərəcəm onu da sizə hər iki otaqda tam əşya və texnika yerləşimini görəcəksiniz. Kifayət qədər keyfiyyətli və bahalı brend firmalardan istifadə edilib. Təmir və əşya yerləşimi zamanı mətbəxin böyüklüyünü görürsünüz. Samsung markalı böyük ölçülü bir soyuducu yerləşdirilib və digər keramika bir qaz və elektrik sobasına qədər hər şey nəzərə alınmış vəziyyətdədir. Üzəri süni mərmərlə işlənib və MDF panellərdən əla bir mətbəx mebeli var buranın. Qonaq otağının genişliyini görürsünüz. TV-yə qədər quraşdırılıb, belə bir elektrik kamerinə qədər var və yay mətbəxinə də həm qonaq otağından, həm də yataq otağından daxil ola bilirsiniz. Yataq otağını da təqdim edeyim sizə. Burada da tam əşya yerləşimi həyata keçirilib. Belə bir make-up yerləşimini görürsünüz. Böyük ölçülü bir yataq dəsti var və 4 qapılı bir qardirob mebeli ilə əla yaraşır bu ümumi üsluba. TV-sinə qədər quraşdırılmış vəziyyətdədir. Və indi isə yay mətbəxini təqdim edirəm sizə. Altaryon yerləşimi məhz burada həyata keçirilib. Əlavə olaraq bir moyka da qoyulub burada və qoxulu yeməklərinizi pişirmək üçün 4 gözlü bir qazı da var və kombi yerləşimi də burada həyata keçirilib. Cam balkonla əhatələnib bu və tam açıla bilir vəziyyətdədir. Bütün şüşələri istər bağlı, istər də açıq balkon kimi istifadə edə bilərsiniz. Son olaraq sanuzelini də təqdim edeyim sizə. 80 kvadrat ölçü tam olaraq özünü göstərir mənzildə. Bir daha vurğulayıram, sənədi çıxarışlı, yəni kupça. Və geniş ölçülü bir sanuzeli var. Vanna yerləşiminə qədər həyata keçirilib. Belə bir dekorativ nişa işlənib və böyük ölçülü bir moydadır quraşdırılıb gördüyünüz kimi. Belə mənzili demək olar ki, tam olaraq təqdim elədim sizə. Şəhərin mərkəz hissəsi, Gənclik metrosu yaxınlığı, Kuala Parkın yanında Qorqud Rezidensidə kifayət qədər premium bina olan Qorqud Rezidensidə 6-cı mərtəbədə 2 otağa ideal şəkildə düzəldilmiş bir mənzil təqdim edirdik sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 335 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə Rekam.